Salam əməkdaşı dostlar, son zamanlar bildiyiniz kimi Telegram sındırılmaları baş alıb gedib və bununla əlaqədar istəyirəm sizə belə bir quid video çəkim. Harda ki siz baxıb və bilməlisiniz ki, Telegramda hansı addımlar atmalısınız ki, sizin hesabınıza hansısa hakerlər, maşinniklər və yaxud da fırıldaçılar girə bilməsin. Bunun üçün ilk növbədə baxın Telegramda elə aşağıda settings ya da məsəl üçün rusca səsə nastroyka, Azərbaycancasa yəqin ki seçənəklər olacaq, bilmirəm. Girirsiniz və burada privacy and security, yəni təhlükəsizlik və gizlilik parametrlərinə girirsiniz. Burada görürsünüz, bu normalda əgər siz Telegram yükləmisinizsə, quraşdırmısınızsa sizdə bu off olacaq. Bunu mütləq şəkildə on eləyirsiniz və bura parol daxil edirsiniz. Bu parolu mütləq şəkildə yadda saxlayın. Gələcəkdə siz əgər Telegramınıza girmək istəyəndə və yaxud hansısa maşinnik Telegramınıza girmək istəyəndə sizdən parol istəyir. Daha doğrusu ondan və yaxud sizdən fərq eləmir parol istəyəcək. Həmin parol budur. Yəni SMS təsdiqdən əlavə, yəni 5 rəqəm təsdiqdən əlavə parol istəyəcək və bu parolu mütləq şəkildə yadınızda saxlayın ki, itirməyin ki, bu sizin giriş parolunuz ola bilər. Parol daxil edirsiniz, özünüz üçün məsləhətli bir parol və davam edirsiniz. Məsəl üçün mən yenə də parol daxil edirəm, 2 dəfə daxil edirəm. Burada deyir ki, nə istəyirsən, sənə belə deyək də İstəyirsənmi parol haqqında xatırlatma olsun? Mən 7S yazıram, çünki təxmini bilirəm ki, o əlifbəli parol və davam edirəm. Burada recovery email yazırsınız. Burada da həmçinin öz recovery emailinizi yaza bilərsiniz. Mən öz recovery emailimi yazıram. Yəni haçansa parolu unutsaz bura bərpa eləyə bilərsiniz. Və təsdiq edirsiniz. Bundan sonra bizim emailimiza gələcək bir məktub. Həmin məktubu da olan 6 rəqəmli kodu burada yazıb təsdiq eləyirik. Kodu təsdiq etdikdən sonra artıq bizim parolumuz təyin edildi. Geri çıxırıq və dostlar, bu artıq hər şey hazırda okeydir. Burada görürük ki 10'dur. Bəli, hər şey okeydir. Burada mesajların avtomatik silinməsi bu artıq şəxsi öz işinizdir. Passcode lock da eləyə bilərsiniz. Bu sizin telefonunuzda olacaq. Məsələn, ola bilər telefonunuzu kimsə götürün, Telegrama girmək istəyəndə tutaq ki 4-dən 0 qoymusunuz və onu yazıb girməli olsun. Çünki olmasa girə bilməyəcək və burada da seçə bilərsiniz ki 5 dəqiqədən sonra bloka düşsün və yaxud 1 saatdan sonra. Bu artıq sizin individual işinizdir. Yəni bu online deyil, bu offline bir şeydir. Passkey istəsəz yarada bilərsiniz. Öz telefonunuza uyğun olaraq passkey yarada bilərsiniz barmağınız ilə və burada da mütləq şəkildə dostlar baxın, mütəmadi olaraq çalışın hansısa botlara tıklayandan sonra, hansısa saytlarda Telegrama tıklayandan sonra device bölümünə girin baxın. Girin baxın, görün buradakı cihazları siz tanıyırsınızmı? Ola bilər ki burada tamamen tanımadığınız bir cihaz olar. Əgər elə bir şey varsa həmin cihazın üstünə tıklayırsınız və terminate session, həmin sessiyanı ləğv edirsiniz. Bu artıq o deməkdir ki, sizin belə deyək də Telegramınıza 3-cü şəxslər girib. Ona görə də həmin sessiyaları terminat eləyə bilərsiniz. Çoxdursa terminat alt sessiyasını eləyə bilərsiniz. Yox, cihazı tanıyırsınızsa etməyə bilərsiniz. Bu məsələləri əsasən Telegramda gözləsəz sizin Telegramınızı nə heç kim sındıra bilməyəcək, nə də uğurlaya bilməyəcək. Hamıya uğurlar. Videonu like edib dostlarınızla paylaşmağı unutmayın.